gördük MTV izləyiciləri. Bugünkü mövzumuz toponimlərin dəyişdirilməsi və Qərbi Azərbaycan toponimləridir. Müsahibimiz filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovdur. Elçin müəllim, xoş gördük sizi. Çox sağ olun, siz də xoş gördük. Elçin müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycan dilinin zənginləşdirilməsi, onun qorunması ilə bağlı yəni xüsusi fikir söylədi. Həmçinin yer adlarının süni şəkildə dəyişdirilməsinə, Qərbi Azərbaycan ərazisində məkan, çay, göl adlarının dəyişdirilməsinin yol verilməz olduğunu söylədi. Bu baxımdan sizin Dilçilik İnstitutunun onomastika şöbəsinin üzərinə böyük məsuliyyət düşür. Ümumiyyətlə son dövrlər təkcə yubileydə yox, ondan biraz sonra da prezidentimiz çıxışında dillə bağlı məsələlərə toxundu. Son dövrlər çox toxunur dillə bağlı məsələlərə. Görünür ki, burada olan o problemlərin həlli tezliklə aradan qaldırılması prezidentimizi narahat edir. Nədir bu məsələlər? Birinci növbədə nitqimizdə yad sözlərdən istifadə, dilimizin milliləşdirilməsi istiqamətində işlər görülməlidir. Yad sözlərdən, lüzumsuz alınmalardan qaçılmalıdır. Dilimizə öz dilimizin şivələrinin, dialektlərinin içindən yeni sözlər seçilib dilimizə gətirilməlidir. Hər hansı bir sözün qarşılığı dialektə olmayanda qardaş türk dillərindən, yəni eyni sistemli, qohum dillərdən o sözləri biz ala bilərik. O da olmayanda kalka üsulu ilə yaranmalıdır, yəni sözün mənasına uyğun olaraq dilimizdə müvafiq söz seçilməlidir. Yəni dilimizdə milliləşmə prosesi getməlidir və milliləşmə prosesinin tərkibində də onomastik vahidlərin milliləşdirilməsi, əgər o ənənə pozulubsa, tarixi ad pozulubsa, unudulubsa onların bərpası və xüsusən bununla bağlı Qərbi Azərbaycan istiqamətində. Mən deyərdim ki, təkcə Qərbi Azərbaycan istiqamətində deyil, bütün yaxın, uzaq ölkələrdə ki, bizim toponimlərimizin dəyişdirilməyə, ya dəyişdirilib, ya dəyişdirilməyə cəhdlər göstərilir. Onların hamısına qarşı biz dilçi olaraq və Azərbaycan xalqı olaraq deməli, müqavimət göstərməliyik, bu istiqamətdə işləməliyik. Bizlə həmsərhəd olmayan ərazilərdə belə Azərbaycan türkləri yaşayırlar. Məsələn, Suriyada yaşayırlar, İraqda yaşayırlar. Siz təsəvvür edirsiniz, Azərbaycanlılar Liviyada yaşayırlar, Livanda yaşayırlar, İordaniyada yaşayırlar, İsrailin işğal elədiyi Colan təpələrində yaşayırlar. Onlar Colan deyirlər, əslində o Kolandır, Kolanı tayfasının nümayəndələri orada yaşayırlar. Yəni, onların hamısında cəhdlər var ki, bizim toponimlərimiz dəyişdirilsin. Dəyişdiriblər də, indi də dəyişdirilmə davam edir. Buna qarşı, deməli, biz mübarizə aparmalıyıq. Qaldı bizim şöbənin fəaliyyətinə. Bax, dediyim kimi, bizim şöbəmiz Qərbi Azərbaycanın toponimləri adlı 2 cildlik buraxıb, toponimlərinin izahlı lüğəti. Özə orada təkcə makro toponimləri deyil, mikro toponimləri biz yazmışıq, qeyd eləmişik. 4 cilddən ibarət olacaq. Birinci cildi çapdan çıxıb, ikinci cildi çapdadır. Üçüncü və dördüncü cildlərin üzərində iş gedir. Biz Zaqafqaziyanın, yəni Güney Qafqazın bütün türk mənşəli toponimləri kitabını hazırlamışıq. O kitabı indi biz çap eləyə bilmirik. Ona görə ki, onu biz hazırlamışıq Beynəlxalq Türk Dil Akademiyasının vəsaiti hesabına hazır. Yəni, onlar bu kitabın bir növ belə deyək, pulunu veriblər. Çapın onlar boyunlarına götürüblər. İndi onlar nə vaxt çap eləyəcəklər deyə bilmərəm. Amma biz tam şəkildə hazırlayıb çapa təqdim eləmişik Beynəlxalq Türk deməli, toponimik akademiyasına, yəni sırf adlarla bağlı. Orada Şahi Mustafayev var. Biz ona təqdim eləmişik. İndi onlar nə vaxt çap eləyəcək məlumatımız yoxdur. Biz həmin o qurumun başqa bir təşəbbüsü ilə Şimali Qafqazın türk mənşəli toponimləri, lüğətini hazırlamışıq. Özdə bunların hamısı biri 1200 səhifədir, biri 800 səhifədir. Hazırlamışıq, onu da təqdim eləmişik. O da çap olunmalıdır bu yaxın vaxtlarda, vəsait ayrılıb. Yəqin ki, üzərində o redaktə filan işləri gedir.
Bundan başqa biz hazırlamışıq İranın türk mənşəli toponimləri 800 səhifə, onu da onlara təqdim eləmişik. Hazırlamışıq İraqın türk mənşəli toponimlərin, bunu çap eləmişik öz vəsaitimizin hesabına, kitab artıq elmi ictimaiyyətə təqdim olunub və indi üzərində iş gedir, tamamlama mərhələsindədir. Əfqanistanın və Pakistanın türk mənşəli toponimləri. Türk mənşəli deyəndə orada əsasən Azərbaycan türklərindən söhbət gedir. Qismən də, məsələn, deyək ki, Əfqanistan toponimlərinin içərisində qismən özbək və türkmən mənşəli toponimlər də var. Ancaq əksəriyyəti Azərbaycanın qızılbaş tayfalarının yaratdıqları toponimlərdir. Suriya ilə başlamışıq işləməyə. Sözün doğrusu, indi əlimizdə başqa işlərimiz var, daha vacib. Onları bitirəndən sonra mən akademiya rəhbərliyinə müraciət edəcəm. İmkan olsa mən Suriyaya gedib, Suriyada olan Azərbaycan türkmənlərinin toponimləri ilə bağlı tədqiqatlar aparmaq niyyətindəyəm ki, yəni bizim o gördüyümüz iş Suriya ilə tamamlanacaq bir növ. Türkiyənin toponimlərinin üzərində türklər özləri işləyirlər. Onlarla biz əməkdaşlıq edəcəyik. İqdirdə universiteti var, universitetin müəllimi ilə danışmışam. Orada onlar Azərbaycan mənşəli olan toponimlərin siyahısını bizə təqdim eləyəcəklər. Yəni, bununla da Azərbaycan ətrafında olan bütün toponimlərimizin ümumi bir mənzərəsi yaradacaq biz. Yəni, bu lüğətləri, yəni toponimika sahəsində fundamental, qaynaq rolu oynayan bir lüğət hesab eləmək olarmı? Əlbəttə eləmək olar. Birincisi, biz lüğətləri hazırlayarkən bizdən qabaq çap edilmiş bütün əsərlərə də baxmışıq. Onların da müsbət xüsusiyyətlərindən, cəhətlərindən istifadə eləmişik. Başqa cür mümkün də deyil. Lüğətçilik belədir ki, heç kim özündən təzə toponim yarada bilməz. Təbii ki, mövcud toponimlərə hər lüğətçinin öz baxışı var, öz izahı var. İzahlar özümüzündür, amma toponimlərdən hər kəs istifadə edib, yazanlar. Təkcə Şimali Qafqazla və İranla bağlı bizim öz tədqiqatlarımızdır. O birilərdə isə qismən öz tədqiqatlarımızdır. Məsələn, Qərbi Azərbaycanla mən informatorlarla işləmişəm. Birinci cilddə istifadə edədiyimiz, demək olar ki, bütün terminləri mən vətəndaşlardan, Qərbi Azərbaycanlılardan öyrənmişəm. Çünki əksəriyyəti mikrotoponimlərdir. Mikrotoponimi də ki, bilirsiniz, orada kitabda filan da rast gəlmək olmur. Gərək onu birbaşa xalqın içərisinə enəsən, onlardan öyrənəsən. Mənbə olmalıdır aşağıdan. Toponimlərin öyrənilməsi zamanı artıq biz makrotoponimləri bir növ başa çatdırmışıq. Bayaq dediyim kimi, bütün ətrafda olan Azərbaycan toponimlərin, belə deyək də, Gürcüstanda da, özü Gürcüstana çox vaxt yanlış olaraq Borçalı deyirlər. Gürcüstanın təkcə Borçalı bölgəsində Azərbaycanlılar yaşamır ki. Bütün bölgələrində, məsələn, Saqarecoda yaşayırlar. Məsələn, deyək ki, Türkiyə sərhəddinə yaxın ərazilərdə yaşayırlar, Sarıcalı kəndində tutalım yaşayırlar. Yəni, onların hamısında biz olmuşuq birbaşa Gürcüstanda. Onları öyrənmişik o toponimləri. Mikrotoponimləri və makrotoponimləri. Elm belədir ki, elm əlbəttə, elm bir-birindən bəhrələnmək üçündür. İndi biz fundamental şəkildə bunları ortaya qoyuruq. Bizdən də kimsə bəhrələnəcək ki, biz də bəhrələnmişik. Başqa cür ola bilməz. Elçin, bəs toponimlərin adı dəyişdirilərkən əsas faktor nə götürür? Bizim toponimlərə münasibətdə mən dəyişdirilmə sözü ilə, dəyişdirilmə fikri ilə razılaşmıram. Bu saxtalaşdırmadır. Məsələn, ermənilər tutalım ki, bizim bir, məsələn, Cavadlı toponimin götürürlər, tutalım, eləyirlər Cavaxetiya, məsələn. Məsələn deyirəm, belə bir fakt mən görməmişəm. Yaxud İranda, məsələn, Sarıtəpəni götürüblər, eləyiblər, elə bir söz fikirləşiblər ki, ora farslar, o Sarıtəpə sözün dəyişdirib eləyiblər oğru. Oğrular yaşayan yer. Belə bir biədəb bir söz ediblər. Bu artıq dəyişdirilmə deyil, bu birbaşa təcavüzdür, bu saxtalaşdırmadır.
dəyişdirilmə olurdu Sovet vaxtı. Deyək ki, kəndin adı tutalım, Qazaxlar idi, dəyişdirib qoyurdular, məsələn, Jdanov. Nə bilim, Beyləqan idi, eləmişdilər Jdanov. Biləsuvar idi, eləmişdilər Pushkin. Bu, dəyişdirilmədir. Yaxud Gəncəni eləmişdilər Kirovabad, ondan qabaq Yelizavetapol. Bu dəyişdirilmədir. Amma bu birbaşa saxtalaşdırmadır. Ermənilər öz bildikləri kimi yazıblar, Gürcülər öz bildikləri kimi yazırlar. Əsas da İranda. İranda ümumiyyətlə vəziyyət dözülməzdir. Biz İranın, yenə də deyirəm, biz 800 səhifədən ibarət toponimlər lüğətini hazırlamışıq. Yəqin ki, bu yaxın vaxtlarda çapızı görəcək. Biz deyəndə ki, bunların hamısını şəxsən mən eləmişəm. Qərbi Azərbaycanla bağlı şöbənin işidir. Bundan başqa deyim sizə ki, Qarabağın işğaldan azad olunmuş torpaqlarımızın da toponimlər lüğətini hazırlamışıq, o da çapdadır. Elçin müəllim, yəni elə lap bu günlərdə bizim Milli Məclisdə, məsələn, Quba rayonu ərazisində də 3 kəndin adının dəyişdirilməsi. O komissiyanın mən özüm də üzvüyəm. Biz dünənlərim iclas keçirtdik Milli Məclisdə, hörmətli akademikimiz İsa Həbibbəyilinin sədrliyi ilə, bilirsiniz o komissiyanın sədri İsa Həbibbəyilidir, akademik. Çox görkəmli alimlərimiz, Milli Məclisimizin üzvləri həmin komissiyanın üzvüdür. Təşəbbüs yerdən olmuşdu. Quba rayonunun o kəndlərdə yaşayan əhalisindən, icra hakimiyyəti başçısından olmuşdu müraciət. İsa müəllim o müraciətlərə baxdı, lazımı məsləhətlər apardı və qərar qəbul elədi. Həmin qərara təqdim olundu komissiya üzvlərinə. Sizə deyim ki, mən yenə də deyirəm, o komissiyanın işində iştirak edirəm. Orada yekdilliklə o İsa müəllimin bütün təklifləri qəbul olundu. Heç bir etiraz mən eşitmədim orada. Hamı da İsa müəllimin təklifləri ilə razılaşdı. Çünki ağıllı, məntiqli təkliflər idi. Orada vaxtı ilə Malakan təriqətində olan insanların yaşadığı, yaratdığı toponimlər idi, kəndlər idi, o kənd adları idi. Alekseyevka idi, Timiryaziyev. Birinin adı Çinarlı, Bəhrəli və Elbir. İndi niyə Elbir? Ona görə ki, orada Quba rayonunda biraz multikulturallıq var. Orada müxtəlif xalqlar yaşayırlar. Deyim sizə ki, çox mehriban yaşayırlar, qaynayıb qarışıb hamısı bir-birinə. Artıq Qubalı deyəndə orada etnik mənşəyə fikir verilmir. Yəni elə Qubalı anlayışı var, o Quba əhalisi üçün. Onların bir yerdə yaşadığına görə, onlarda o birlik olduğuna görə Elbir adını İsa müəllim təklif elədi. Çox udaçını belə ruslar demişkən, uğurlu bir ad oldu. İndi nəyə görə biraz gülümsədim? Ona görə ki, sonra İsa müəllim dedi ki, gəlin bu Elbir adını şəxs adlarımızın siyasına salaq. Belə bir adda bizim insanlarımız da olsun. Elm birliyi, birlik qüdrət deməkdir, qüvvət deməkdir, güc deməkdir. Təbii ki, biz birliyə can atmalıyıq da həmişə. Elmir adı varsa Elbir də olur. Elbir də ola bilər, bəli. Elmirin Elbir adında qardaşı olsa çox gözəl olar da, belə deyək. İndi bundan başqa niyə Bəhrəli? Ona görə ki, o kənddə, o keçmiş Timiryaziyev kəndində bu tinkliklə məşğul olan, tinkçiliklə məşğul olan çoxlu insanlar yaşayırlar. Demək olar ki, Azərbaycanın hər yerinə onlar tink əkib yetişdirib satırlar. Meyvə, alma fidanları, sonra şaftalı fidanları. Kəndin ümumi iqtisadiyyatı bundan asılıdır. Bu əkilən bu tinklər də axı bitəndən sonra bəhrə verirlər. Təklif olunmuşdu ki, ora bəlkə bir bağçılıq, bağlıq filan. Sonra İsa müəllim deyir ki, sonra baxdıq, gördük ki, orada belə adlara oxşar kənd adları var. Fikirləşdik ki, tinci biraz irəli aparaq. Biraz sonraki mərhələdə o meyvə verən dövrünə gedək çıxaq və beləliklə Bəhrəli oldu. Bəhrəli çox
Milli Məclisdə də gözəl qarşılandı. Sabir Rüstəmxanlı da, Mahirə xanım da, bilirsiniz, Mahirə Hacıyeva, Hikmət Baboğlu da, Musa Urud da, bunlar hamısı bu adları alqışladılar. O cümlədən biz də və mən o adları hələ orada müzakirə olunmamışdan qabaq şöbəmizdə müzakirə eləmişdik. Biz də İsa müəllimin o məharətinə bir növ heyran qalmışdıq ki, nə gözəl fikirləşib bu adları. Elçi müəllim, bax bütün bu Azərbaycanın, Qərbi Azərbaycanın və yaxud da Cənubi Azərbaycanın, yəni bu toponimikası ilə bağlı bu qədər yəni bizim kitablarımız, izahlı lüğətlərimiz çap olunub. Yəni bunları beynəlxalq arenaya biz çıxara bilirikmi? Biz Azərbaycanın problemlərini Azərbaycan xalqına çatdıra bilmişik. İstər toponimika ilə bağlı, ümumiyyətlə bizim etnik problemlərimizlə bağlı. Məsələn, Respublikamızın prezidenti cənab İlham Əliyev, səhv eləmirəmsə, Səmərqənddəki çıxışında bir məqamı vurğuladı. Dedi ki, Azərbaycan xalqının hüquqları İranda pozulur. 500 min erməniyə məktəb açıblar. 50 milyonluq Azərbaycan türklərinin orada məktəbi yoxdur. Öz dilində danışanları qınayırlar, tuturlar, yaxşı baxmırlar filan. Yəni bu problemlərin çatdırılması istiqamətində böyük işdir. Bizim kitablarımızla da, televiziyamızla da, saytlarımızla da Qərbi Azərbaycanda, musiqimizlə də maraqlananlar çoxdur. Bu məsələlərə diqqət yetirənlər çoxdur. Biz o problemlərimizi Azərbaycanın daxilində artıq qaldıra bilmişik, Türk dünyasına da çıxartmışıq. Ümumi indi ortaq əlifbamız var. Yazılan kitablarımız bundan sonra çalışacaq ki, o əlifba ilə çap olunsun və Türk dünyası bu problemlərlə tanış olacaq. Problemləri bilənlərin dairəsi genişləndikcə o bilənlərin bilmə ehtimalı da artacaq. Yəni, deyək ki, bizdən 10 adam eşidir, 10 adam da Özbəkdən eşidəcək. Özbək ədəbiyyatından, deyək ki, Türkiyə mətbuatından eşidəcək. Belə çıxacaq. Amma tərcümə edilib yayılması istiqamətində əlbəttə ki, nöqsanlarımız var, çatışmayan işlərimiz var. Bu istiqamətdə hələ işlər aparılmalıdır. Məsələn, deyək ki, Yunanistanın problemləri ilə bağlı, tutalım Ermənistanın problemləri ilə bağlı dünya daha çox bilir. Nəinki Azərbaycan xalqının problemləri ilə bağlı. Məsələn, İranda 50 milyona yaxın türk yaşamasın, bizim yaxın ətrafımızda bilməyənlər var idi. Məsələn, bu yaxın vaxtlarca bilmirdilər. Türkiyənin özündə bilmirdilər hətta. Özbəkistanda bilmirdilər. Yəni, Qazaxstanda bilmirdilər. Bilməlidirlər də. Bunu indiyəcən əgər bilməyiblərsə, deməli günah bizimdir. İşlər getməlidir, tərcümə, yəni işləri sürəti artırılmalıdır, görülməsi sürətlənməlidir. Tərcümə mərkəzi baxır. Hər şeyin başında vəsait durur. Tərcüməçiyə deyək ki, sifariş verirsən ki, filan ingiliscə olan filan kitabı çevir Azərbaycancaya. Ya Azərbaycanca olan filan kitabı çevirin ingiliscəyə. O dəqiqə vəsait istəyir. Kimdir pulsuz iş görən? Məndə belə bir yəqinlik hasıl olub ki, akademiyanın əməkdaşlarından başqa heç kim pulsuz işləmək fikrində deyil. Biz o aldığımız cüzi maaşa qane oluruq, başlayırıq işləməyə, işlər görürük. Amma hər kəs bizim kimi deyil. Buradan belə bir nəticə gəlir ki, Azərbaycanın qədir bilən ziyalılarının çox böyük əksəriyyəti, millətin, xalqın sevən ziyalılarımızın çox böyük əksəriyyəti Milli Elmlər Akademiyası strukturunda cəmləşib. Çünki görülən işləri baxanda, yazılan kitablara baxanda adam belə qənaətə gəlir. Biz sizin işlərinizdə uğurlar arzulayırıq. Yeni yer adları, ərazi adlarının inşallah toponimlərinin axtarıb, araşdırılması, bərpa olunmasını arzulayırıq inşallah. Yeni görüşlərə qədər. Çox sağ olun sizə və sizin komandanıza, türklər demişkən takımınıza təşəkkür edirəm. İşinizdə də uğurlar arzulayıram.